Salam dəyərli izləyicilər, sualımıza qeyd edirik ki, 1830-cu ildə Çar fərmanı ilə Rusiyanın mərkəzi quberniyalarına köçürmüş Rus ailələrinin məskunlaşdığı əyalətlər təbii ki, Qarabağ, Lənkəran və Şirvan ərazisidir. Burada da burada 2 Şirvandır, 3 Lənkərandır, 5 Qarabağ, 2, 3, 5 doğru cavab olacaq. Digər bir sualda Azərbaycan Xalq Cümhuriyyəti 2-ci hökumət kabinetinə aiddir. Fətəli xan Xoyskinin rəhbərlik etməsi A ortaqdır. Osmanlı dövləti ilə sülh dostluq müqaviləsi Batumda idi. İyun tarixində idi. Deməli, bu da əslində bu hökumət kabinetlərinin heç birinə aid deyil. Birinci hökumət kabinetinə aid. Bakı şəhərinin fəaliyyət göstərib. Üçüncü hökumət kabineti. Qanunvericilik sərhəddən malik olması. Bunlar qanunverici deyildilər. Yəni, bunlar qanunverici olmadığına görə bunlar həmçinin icraçı hakimiyyətdir. Ona görə də Y də 1-ə aid olacaq. Dinlədiyiniz üçün təşəkkür edirik.